kara gözlüm. Etmezsen nene zulüm, gözmürem varış gülüm. Kara gözlüm, kara gözlüm, sana bak. Salam dostlar, bugün Amerika'da Tesla mağazasındayım. Mağazasında deyəndə 2 tane promotion maşın var burada. Birincisi Tesla Model S'dir. Digəri isə heç bilmirəm hansı modeldir. Belə bir model var. Və gəldim burada Model S'i biraz qurdalayıram, görüm nələri var. Birincisi Azərbaycan mahnısı tapdım qəşəng. Qara gözlər. Azər müzik yazdım, yəni bu çıxdı. Kontrollardan gəlirik. Burada rolun qızdırıcısı var. Abim şotkaların qızdırıcısı var. Burada belə başdan baxaq. Sunproof. Bu yuxarı hissəsidir. Yuxarını açırıq. Belə. Biraz aşağı arxaya eləsək tam açılır yəqin ki. Olanı bəsdir, yəni hələ ki belə qalsın. İşimiz yoxdur bundan. Gəldik belə. Burada suspension. Bu right, brief. Yəqin ki maşın xodda olanda işləyir bu. Sürmə, chill, sport. Bu sürmə, kodunu alaq. Bunun sürmə rejimləridir yəqin ki. Çünki sport rejimində sürə bilir, standart rejimində, komfort rejimində hansı daha uyğundur. Yəni tormozlardır, hansı rejimdə istəsəz sürə bilirsiniz. Soyuq havada isitmə sistemləridir. Bayaq göstərdiyim kimi all-off eləyirik. Ya da ki isitə bilirik, rulu, sükanı falan isitə bilirik buradan. Sükan isinir. Bu Kia maşınlarında bilirəm bunu. Amma bu maşında da var. Sonra gərək hələ indiyə kimi sürülməyib göstərir. Yəqin ki buradan reset ediblər bunu. Bunlar reset ediblər çox güman ki. 30 mayıl sürülüb indiyə kimi. Yəni mən belə fikirləşirəm. Display də ekran işığıdır. Artırıb azaldırıq buradan. Yəni belə display night mode, gecə moduna qoya bilərik. Qara düşür. Ay Allah, mahnıya bax. Nəsə qoya. Özü avtomatika qoyanda avtomatik özü artır azalır. Autoya da buradan qoya bilərik. Yəni qaranlıq, baxaq autoda necədir. Qaranlıqda gündüz qara modundadır. Yəni gecə yəqin ki qaranlıq yerdə night moduna keçir. O sürücünün gözünü eləməsin, narahat eləməsin, yəni sürücüyə əngəl olmasın deyə. Sonra buradan gəldik. Açar lazımdır. Açar orada. O da açar yeri də yoxdur burada. Açar yeri yoxdur yəni. Çatmadı mənə. Qapı hansı açıqdır bunu göstərir. İşıqlardır bunlar. Fog qabaq işıqdır. Bunlar hamısı işığı göstərir buradakılar. Sonra setting avtomatiklərdir bu. Sidenliklərdir. Hansına uyğun istəyirsinizsə. Klimat var burada. İstilik, isidici, soyuducu. Burada musiqinin səsini azalda bilirsiniz, artıra bilirsiniz. Xəritə var burada. Görə bir dənə adresi vurum görün. Göstərir. Qəşəng. Yəni bundan da rahat ola bilməz. Çünki burada yəni çox rahatdır həqiqətən. Bizim evi göstərir. Bu binadır. Düzgün göstərir yəni.
Xəritəsində də problem yoxdur. Musiqilərdə də oxuyur qəşəng, nə gözəlsə, nə gözəl. Burada da bu menyudur, yəni həmin menyudur nədirsə. Burada seçələr var. Bir dənə cüzüsünə baxaq, işıq var. Yox, işıq yoxdur. Belə. Maşın çox rahatdır. Sideniklər çox rahatdır, yəni. Həqiqətən həddən artıq rahatdır. Yəni bir maşın yəni bundan rahat ola bilməz, həqiqətən. Çox ləzzət elədi mənə. İnşallah yaxşı pulumuz olanda alarıq. 100.000 kənara ata bilsək alarıq nə vaxtsa. Amma bu yaxınına deyil yəni. Burada belə qol qoyan yerlər var. Kruşka qoymaq üçün yer var. Bu nədir belə? Qabağa dala gedir amma açılmır deyəsən. Bilmirəm nədirsə. Burada 2 dənə adapter yeri var. Zavod. 12 volt zajqalka yeri var. Burada bağlanır belə. Buna da bağlanır. Olur belə komfortlu bir şey. Çox qəşəngdir yəni. Sizeniksə hamısı sizenikdir. Buradan kontrol eləmək olur. Sizenik dala qabağa hamısı buradan göstərir yəni. Çox rahat. Çox ləzzət elədi. Bir dənə ətrafını da çəkəcəm maşını sizə. Kapotunu da açmışam deyəsən. Yanır ya maşın, çiçək kimi. İndi sosla. Bunu aça bilmədim. Bilmədiyim şeyə girişməyim. Kapotunda nə var heç bilmirəm. Arxada da klasik maşınlar kimi açılır belə. Bir dənə fikir verin. Mesela böyle zamok klasik maşınlar kimi açılır. Qapının da üst hissəsi çox qəşəngdir. Yəni bu maşını çox gözəl dizayn veriblər. Ləzzət edir. Çox qəşəngdir yəni. Bu Model S çox gözəl maşındır. Bu da qəşəng maşındır. Görək bunu oturub nə vaxtsa qoyuruq burada. Gəl bunu açdı, Allah kömək. Buna deyəsən ancaq arxadan minə bilərik. Qapısı belə açılır, yan qapıları. Amma yuxarı aşağı qapısı belə açılır. Çox gözəl maşındır bu da. Model X'dir bu da. Hi, this is Miles calling from Tesla. How are you today? Belə. Bu kadar. Videonu izlediniz. Beğendiyse beğenmeyi unutmayın. Bu tipli videoların devamı gelmesi için kanala abone olmayı unutmayın. Çok sağ olun, teşekkür ederim.